Dünya rəhbərlərinə baxın. Bəzisi savadsız, bəzisi isə yalnız bir-iki mövzuda bacarıqlıdır. Amma elə bir rəhbər var ki, bütün sahələrdə alimdir. Bu elmin sirri isə çox sadədir, çoxlu kitab oxumaq. Rəhbərin kitab sərgisindəki iştirakına baxanda bunu daha yaxşı anlayırsan. Kitabların çoxunu oxuyub, müəlliflərin adını, üslubunu, mövzularını tanıyır. Kitab sərgisində necə həvəslə gəzib kitablara baxdığını görmək, onun kitablara olan bağının nə qədər güclü olduğunu göstərir. Bəzən müəllif öz kitabını ona təqdim edir. Rəhbər isə sakitcə deyir, bu kitabı oxumuşam. Hətta filan hissəsindəki detalları da xatırlayıram. Müəllif heyrətlə ona baxır. Çünki insan kitabı sadəcə oxumur, əzbərləyir. من یکی از کتابای این جبران جبران رو در سال 39-40 یه قسمتش ترجمه کردم. Bəzən irad da tutur. Burada yazılış səhvi var, qrammatika uyğunsuzdur. Bu məlumat düzgün deyil. Hətta beynəlxalq səviyyədə səhvlər də tutur. Məsələn, Azərbaycanca kitabın içində türkçə ifadələrin işlədildiyini göstərir. Tərcümələr Türkiyə ləhcəsidir. Niyə? Min deməzlə mən o gündən inandım ki. Men niyə yazmış? Mən də Təbriz deyir, mən demir, men. Onun kitabla bağlılığı isə uşaqlıqdan gəlir. Atası onları kitab oxumağa həvəsləndirirmiş və bu vərdiş o illərdən qalıb. شب دیر میخوابیدن و مشغول مطالعه. خیلی ایشون عاشق مطالعه و اینها بود. Əgər rəhbər və ailəsi haqqında heç yerdə deyilməyən detalları bilmək istəyirsinizsə, Bulaq TV-ni izləməyi unutmayın.